Yanında xahiş edir. Yarım əvvəldə evlərin qiyməti 40% artıb. Yox, hələ deyil. Üzür istəyirik. Çağırıblar komissiya, gediblər insanlar, minbər üzrə. Yəni minbər üzrə bu deyilir. Biz sığınırıq Həzrət Əbülfəzl Abbas Əleyhissalama. Sığınırıq. Həzrət Əbülfəzl Abbas Əleyhissalama kömək istəyirik. Bizi sürgün eləməsin. Belə danışmaq lazımdır. Bizi sürgün eləmək istəyir. Zulme tabi olan o dünyada cevap verecek. Bize zulmediyenlere zulmedin ya Hazreti Əbülfəzl Abbas Əleyhissalama. Amin. Zulme tabi olanlar o dünyada cevap verecek. Ancaq sığının Həzrət Əbülfəzl Abbas Əleyhissalama. Haqqınızı tələb ediyor. Anladırlar, sonra bir de yıkışa bilmeyeceksiniz burada. Bir çağırırlar komisyaya minbər üstən banka deyir, getdiyi məhkəməyə şikayət Məhkəmə dövləti təmsil edir, dövlət məhkəməni təmsil edir. Aydın sözümüzü dəvət edir, azad millət bölür. Sığının Həzrət Əbülfəzl Abbas Əleyhissalama yeganə nicat yolu budur. Hamı çağırsın. 10.000 manatda verdik ki, kiraya ev tutun özünüzə. Amma evi boşaldın. Ben sen 1000 manatlar Hakim olmalıdır. Rəhmətli Heydər Əliyevin sözüdür. Prezidentə cəmaatın adından müraciət edirəm. Prezident, üzr istəyirəm, prezident bu dövlətin sahibidir, rəhbəridir bu dövlətin, düzdür. Prezidentə müraciət edirəm. Prezident bu Sovetski cəmaatına, məzlum cəmaata diqqət yetirsin. Ən aşağısı 3000-dən, 4000-dən pul versin cəmaata. Cəmaat sürgün olunmasın Sulu Təpəyə. Cəmaat burada ev ala bilsin. Prezidentə müraciət edirəm və bu məsələni Həzrət Əbülfəzl Abbas Əleyhissalama həvalə edirəm. Zülmə tabi olan o dünyada cevap verecek. Əgər istəyir İlham Əliyev prezident, istəyir məmurlar, əgər bizi razı salacaqsa, Həzrət Əbülfəzl Abbas Əleyhissalam dəyərləndirsin əməlini. Əgər narazı salacaqsa, bizə zülm eləyəcəksə, başda olmaqla hamısını Həzrət Əbülfəzl Abbas Əleyhissalam zülm eləsin. Bizim burada yarışmağımızda da məqsəd odur ki, hakimiyyət bizə kömək eləsin. Xalq öz hüquqlarını tələb eləyir. Biz burada hansısa destruktiv qüvvələrin dəyirmanına su tökmək üçün yığılmamışıq. Biz də istəmirik ki, bizim respublikada sabitlik pozulsun. Biz sadəcə olaraq öz hüquqlarımızı tələb edirik, haqqımızı tələb edirik. Özünüzü təqdim edin. Məmmədov Əli Yusufoğlu, Şamil Əzbəyev küçəsi 6. İsmail şəhərində biz bura məskunlaşmışıq, Şirvanşahla gəldik. Çox adam açıqlamır ki, Şirvanşah şəhərə köçəndə zəlzələlərin nəticəsində öz saray əhli, öz saray əhli. Buradan ərazidə əksəriyyət yaşayır saraylılar. Onlar kənd cəmatıdır. Onlar Şirvanşahın sarayından gəlmiş adamlar. Biz saray əhli. Şah sevənlər, millət dövlət sevənlər. Sovetskada deyirlər 10.000 evi sökəcəklər. Bu 10.000 adam başıcı ev axtarmalı. 10.000 adam ev axtaranda evi satan da qiymətini qaldıracaq. Deməli bizi küçəyə atmaq istəyirlər. Bura siz yığışmışsınız. Kimə prezidentə müraciət edirsiniz? Bəli. Ancaq prezidentə də üçün məmurlar özləri üçün işləyirlər. Ay ki, 66 yaşım var. Ben 15 kvadratda harda ev aldım. Həm də, mən Bakılıyam. Nə bil, 15, məndə 12 kvadratdır. Mən harda? Ben hardanam, ben Bakılıyam. Mən 1500. Mən 12 kvadratda harda ev ala bilərsiniz? Hər şeydə. Heç yanda. Ya getdin şeydə yaşasın, təpədə, ay eşək. Mən burada anadan olmuşam. Sovetskidə, bax burada. Mən hara gedim? İlham Əliyevə müraciət edirik. Xanım Mehriban Əliyevə müraciət edirik ki, bizi öz yerimizdən, öz yuvamızdan sürgün eləməsinlər.
Biz də bu dövlətə oğul böyüdürük, əskər böyüdürük. Elə eləsinlər ki, onlar da sağlam böyüsünlər, sağlam ruhda böyüsünlər, vətənlərini qorusunlar. Da bu gün də çıxıb biz haqqımızı tələb edirik. Bizim heç kimlə işimiz yoxdur. Burada yaşayan əhalinin çoxsu sakit, nə bilim, başını aşağı salıb öz işini görən adamdır. Gəliblər, cəmaatı güclə dağıdırlar burada. Onlardan heç bir tələbimiz yoxdur ki, biz ancaq öz haqqımızı istəyirik, balalarımızın haqqını istəyirik. Öz yaşadığımız yerdən bizi sürgün eləməsinlər heç yana. Bizim nə işimiz var? Biz gedək kəndlərdə qalaq, rayonlarda qalaq. Neçə illərdir ki, biz burada anadan olmuşuq, burada da olmuşuq. Bizim heç kimdən işimiz yox. Çıxardırlar. Bura Bakının gözüdür, aynasıdır. Ona görə gəlib çıxardırlar, bizi hər verib, pulla verib yola salır ki, gedin. Qoy kimlər var? Prezident aparatında işləyənlər burada gəlib yaşasın. Biz orada işləmirik. Biz sakini dörük buranı. Versinlər bizə də buralarda, biz də qalaq. Sizin nümayəndələrlə indi söhbət aparılacaq. Ona görə də ehtiyac yoxdur. Artıq indi siz burada çoxsuz. Hər ərazinin ağzından bir söz çıxır. Bir nümayəndə seçin. 5 nəfər, 10 nəfər, 20 nəfər dediyi xablar hamıya. Ehtiyac yoxdur. Yox, kimsə başa düşmədi. Sizin ərazi bir söz deyirsiniz. Elə olmaz. Lazım deyil, biz dedik. Artıq danışmışıq. Siz məsələnin həll olmağını istəmirsiniz. Sadəcə olaraq sizə hayküz olmaq lazım. Axı sizə söz deyirik, Azərbaycan dildə danışırıq. Yolu boşaldın yolu. Gelin aşağı. Gelmeden bu aşağı düşür. Zahmet olmadan aşağı düşür. Boşaldım buralı derdi olmasa.